وما أرسلنا من قبلك إلا رجالا نوحي إليهم فاسألوا أهل الذكر إن كنتم لا تعلمون وأما الخوارج فتعلمون ماذا صنعوا بكم. فالواحد منكم لا يسير بين العوام إلا وسب ولعن، لأنهم يحسبونكم منهم. يقول أنتم من الإخوان وممن يناصر الإخوان. فهؤلاء الخوارج أساءوا إلى السنة وأساءوا إلى الدين وصدوا الناس عن سبيل المرسلين. O ki qaldı xavaricilərə, onların sizin başınıza nələr gətirdiyini bilirsiniz. Hətta iş o yerə çatıb ki, sizlərdən biri avam cəmaatın arasına çıxdıqda söyülür, təhqir olunur və lənətə məruz qalır. Ona görə ki, avam cəmaat sizi də o xavaricilərdən hesab edir. Sizə deyirlər ki, siz də ixvanlardansınız və yaxud ixvanlara kömək edənlərdənsiniz. Bu xavaricilər pislik edərək sünniyə ziyan vurublar. Pislik edərək dinə ziyan vurublar. İnsanları peyğəmbərlərin yolundan azdırıblar. حتى صار العوام والمساكين يبغضون الدين ويكرهون الهدي الظاهر، فكلما رأوا أحدا آخذا بهدي ظاهر لعنوه وسبوه، وبعضهم يعتدي على أصحاب الهدي الظاهر. ففيهم فجرة في العوام، فجرة وجهال، هم جهال في الجملة، ليس عندهم دين يصدهم ولا خلق يردعهم، لأنهم بغير علم يتحركون ويقولون فيسبون ويشتمون. Hətta iş o yerə çatıb ki, avam cəmaat dinə nifrət etməyə başlayıb. Zahiri sünnətlərə nifrət edirlər. Harada görsələr ki, bir nəfər zahiri sünnətlərə əməl edir, onu söyüb lənətləyirlər. Hətta bəzi cahillərə rast gəlirsən ki, bu zahiri sünnətlərə əməl edənlərə zülm və düşmənçilik edirlər. Cahillər, onlarda həddi aşmalar var və cahillik edirlər. Yəni, avam insanlar başa düşmürlər. Çünki hamısı cəhalət içindədirlər. Onlarda dinə bağlılıq yoxdur ki, bu onlara mane olsun. Yaxud yüksək əxlaq sahibi deyirlər ki, bu onların önünü alsın. Bütün bunlar ona görədir ki, onların elmi yoxdur. Qaynayırlar, söyüş söyürlər, təhqir edirlər. ما الذي أوصل المسلمين إلى هذه الحال؟ أهل البدع من هؤلاء وهؤلاء. فاثبتوا عباد الله، اثبتوا أنتم على الحق إن شاء الله، فاثبتوا وتمسكوا بما عرفتم والزموه واشكروا نعمة الله تبارك وتعالى عليكم. Axı müsəlmanları bu hala gətirən nədir? Axı bu hansı bidətdir? Müsəlmanlar hər iki tərəfdən təzyiqlərə məruz qalırlar. Ey Allahın qulları, sabit olun. İnşallah siz haqq üzərindəsiz, sabit olun. وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ